Salam əziz klientlər, bu günləri qaldığımız yerdən davam edirik. 162-ci sualda A siyahısının elementləri çox rəqəmli natural ədədlərdir və klaviaturadan daxil edən bu siyahının hər bir elementini, həmin elementin ən kiçik və ən böyük rəqəmlərinin kvadratları cəmi ilə əvəz edərək çap edən bir proqram. Misal üçün bir dənə A siyahımız var. Düşünək ki, böyle bir A siyahımız var. A siyahısında takip 456, 128, ne bileyim 335. Böyle bir siyahımız var. Deyip bu siyahının her bir elementi. Misal üçün 456'yı götürürüm. 456'nın en küçük rəqəmiyle en büyük rəqəminin kvadratları cəmini əvəz edən bir proqram yazılır. Yəni 4'ün kvadratı üstəgəl 6'nın kvadratı cəmləyəcək və onu çapa verəcək. 1'in kvadratı, 8'in kvadratı, 2'nin kvadratı və 5'in kvadratı. Belə bir proqram yazılır. Gəlirik demək, nə edirik? Tutalım ki, A bərabər deyil list. Həmin nədir? Map int input split. Yani biz tam ədədə daxil edirik və listə çeviririk və hər bir elementi listə çeviririk. Sonra bir dənə boş siyahı yaradırıq. Boş siyahı yaradırıq. Sonra həmin bu listə bir müraciət edirik. For in A. Müraciət edəndən sonra gəlirik deyirik ki, bunu çevirginə nəyə? Sətrə. Sətir. Sətir tipinə çevirdik. Sətir tipinə çevirəndən sonra biz burada minimum və maksimum deməyib. Dedim ki, K bərabərdir. Minimum nəyi? Tapsın. Tam ki burada bir M vereyim. M bərabərdir. Max. Bakın bu bizim daxil etdiyimiz sətir tipində olduğuna görə biz bu cəm işi görə bilməyəcək. Nə də kvadratı söndə bilməyəcək. Ona görə də gəlib bunun qarşısına bir dənə int yazırım ki ne etsin? Bunu kvadrata yükseltip tam böyle çevirdik. Sonra bir B'ye əlavə etsin. B nöqtə F10 nəyə əlavə etsin? K'nın kvadratı üstəgəl M'in kvadratı. Kvadratın cəmləsi və əlavə etsin. Və sonda print break. Çalıştıraq baxaq görək. Tutalım ki 456, 123, 789, 852 böyle bir forma daxil etdik. Neyse yazmışım. Burada list virgül bulmalıyım.
Belə. Sonuçta 123, 456, 789. Bakalım. Birin kvadratı 1, 3'ün kvadratı 9, 9, bir gelem 10. 4'ün kvadratı 9, 6'ın kvadratı. Bu şekilde devam etmiş. Burada biz ilkten sonra virgül global diye biz ne koymuştuk? Mütreze koymuştuk. Bu formada devam ediyor. Sonra geçirik növbəti sualımıza. Hətta biz bunu bu cür də yaza bilərik. İki forma. Məncə bu daha əlverişlidir. Sadəcə deyirəm. En bərabərdir. Int, input, en qədər bir ədəd daxil edəcəm. For in range sıfırdan n'e kimi ədədlərimizi daxil edəcək. B nokta append ne int input. Int herhangi bir klaviaturada ədədlərimizi daxil edəcək. Daxil edəndən sonra yeni bir fordan istifadə edəcək. For i neydi? B siyahısı. B siyahısına bir müraciət edirəm. Gəl deyirəm C bərabərdir. List setir i. Yəni bir baxacaq və onun hər bir elementin çevirəcək nəyə? Listə. Yəni dırnağın içərisində misal üçün də burada daxil etmişəm tutalım, bir DS koydum. 456. Bunu burada bir siyahının içərisində elə bilin ki, bu formada bunu düşürəcək. Dırnağın içərisində 4, dırnağın içərisində 5 və dırnağın içərisində 6. Bu şekilde bunu alacağım. Sonra geldik təzədən bir yazıram. Int max c kvadratı üste gelinmiş minimum c ve burada bir dg int olmalı. Int. Ve ne etsin? Print etsin. Print. Sonuçta öyle bir problemimiz yoktu. 123 123 456 80. Arada problem var. Turist. Hayır. Beraberce int input. Beraberce int input.
input for invite B'ye bir baktı. Stil in. Burada minimum vurulsun. Şey, 123 450. Eni daxil etməmişim. En çalıştırırıq. En birinci də daxil şeyləri. 2, 123 456. Benzer. Onu print'e biz hər dəfə buradan yazaq ki, axırıncı cəmi bizə yox, hər dəfə göstərsin. 10, 52. Sadece biraz dikkatli olmak lazımydı. For in range. Ədədlərimizi daxil edirik. Bax, burada ədədimizi daxil etdik. Sonra bu səhər tabii 123 456'ını daxil etdim. Sonra onlara bir baxdım. Baxandan sonra həmin listə çevirdim və burada deyirəm ki, bu listə maksimum görsel ve minimumu görsel. Max ve minimumu kvadratı yükseltiren ve her defa onun için çap etmiş olsun. Yani iki usulla yazdı. Birinci usul daha rahat əlverişlidir. İkinci usul da çətin değil. Getirin növbəti sualımıza, 163. suala. Element çox rəqəmli natural ədədlər olan siyahını, məsələn, belə bir siyahı verib, hər bir elementin ilk və son rəqəmlərinin kvadratları cəmini hesablayan proqram. Yəni, burada 2 ilə 5-in kvadratları cəmini soruşur. Misal üçün, bu neçənci elementdir, bu 0-cı elementdir. Biz də bilirik ki, nömrələmə 0, 1, 2, bir də mənfilərlə var. Bu da 5-ci elementin mənfi 1 kimi götürüb kvadrata yüksəldə bilərik. Yəni 0-cı elementin kvadratı üstə gəlinmiş mənfi 1-ci elementin kvadratı kimi də yaza bilərik. Gəlin təzə yenə A bərabərdir. Siyahını tərtib edirik. 2345 421 356. Misal üçün belə bir siyahı verilib və gəlir bu siyahının hər bir elementinə bir-birini edirik, baxırıq. Baxandan sonra gəlib deyirəm ki, bunun ədəd tipində olduğu kimi sətr tipinə çevir. I bərabərdir. Tam ki, I yazmaq. V bərabərdir. Sətr I. İ'yə sətr tipinə çevirdim. Daxil etdiyim ədədi sətr tipinə çevirdim. Sonra S bərabərdir. I. Nə? B. 0-cı elementin nəyi? Kvadratı.
2 üste gelinmiş int b int b menfi 1. Biri neyi vurur? Aha, bir dakika bunu biz sonra da nedir? Print is from the inte çevir. Sonra bunu neyi kalıpta yükselt. Bir olmalı. Çirin kvadratı 4. 5'in kvadratı 25. Toplayan da yine 20'dir. Bu formada biz bunu yazabiliriz. Keçirik növbəti sualımıza. Növbəti sualımızda 164-cü sualda A sinfində elementlərin natural ədədlərdir. Yenə də belə bir siyahı verilib. Bu siyahının hər bir elementini tərs ardıcıllıqla düzülmüş formada əvəz edin. Biz bilirik ki, tərs ardıcıllığı bir demişdik ki, ədədin qalığını tapırıq. Ədədin qalığını tapıb, misal üçün S bərabər tam 0 daxil belə bir ilk dəyişən veririk. Tutalım ki, ədədin qalığını tapırıq. S-i vururam ona, üstə gəlirəm hər dəfə nəyi qalığı. Bu tərs əlaməti. Bir də belə bir yazılış var idi ki, reverse rule oynayır. Gəlin hər iki üsuldan istifadə edək. Tacibunu biz 3 üsulla yaza bilərik. Reverse'den de yazabilirik, mənfi birindən də yaza bilərik. Birinci növbədə gəlin mənfi ilə yazaq. A'ya verib, misal üçün 123, 456, 789. Hətta biz bunu özümüz də daxil edə bilərik. İki fordan istifadə edib, istənilən bir ədədi boş səhifəyə daxil edib işlədə bilərik. Sonra gelirik həmin siyahıya bir baxırıq. For in A həmin siyahıya baxırıq və deyirik ki, bir də burada boş siyahı yaradaq ki, tərsən çevirdiklərimizi həmin yerə daxil edək. B nöqtə Apple deyirək. int tam tipdə əlavə edəcək. Ancaq biz bilirik ki, -1, -1 nə tipində işləyir? Sətir tipində işləyir. Sətir i böyük matematiğin içerisinde -1. Sətir tipine çevirir. Sonra -1 əlaməti onu tərslə çevirir. Sonra inte çevirip F'ın dileyeceğini yap B'ye. Ve print. Çalıştırak yüklüyor. 123, 321, 456, 654 formasında netli çap edip bize göstermiş oldu. Riyazi usulla geçsek bunun danağı alaq.
Buradan kopyalayıram. Buradan götürürüm, yapıştırıram. Tamam. Reisi sonuna ise geçse yine de birine boş bir siyah əlavə edirəm. Gəlib deyirəm ki, for i for in a həmin siyahıya müraciət edib tərs ardıcılığa ilkinə 0 verirəm. Sonra ədədi while dövründən istifadə edəcəm. While nə qədər ki i sıfırdan böyükdür və gəlsin qalığı tapsın. Qalıq bərabərdir. Nə etsin? İni faiz ona qalığını tapsın. Sonra ədədi kiçilsin. Yəni ədədi kiçilsin. Ədədi ilə iynə yazarım. Ədədi kiçiltməmişdən öncə yazıram tərs bərabərdir. Tərs vurulmuş bayaqlar demişdim 10 üstə gəlinmiş qalıq. Sonra i'ni hər dəfə nə etsin? Kiçiltsin. I tam bölünmə. Yəni tutalım ki bura daxilmişim 123. 123 daxil etmişim. Bu gələcək 3'ü götürəcək. 3'ü götürdü. Burada gəldi 3'ü tapdı. Qalığımız oldu 3. Sonra burada gələcək. Yeni tərs sıfırdır. Sıfırı vurur ona. Üstə gəlir 3'ü. Bu da bərabər olur nəyə? 3'ə. Sonra ədədi kiçildir. Ədədi kiçildəndə ədəd oldu 12. Təzə 12 böyükdür 0'dan, hə deyir 12 ilə. Sonra burada gəlir olur qalığın bu dəfə 2. Tərsin bu dəfə 3 alınır baxın. Təzədən 3'ü vurur ona, üstə gəlir 2'nə. 3'ü vurur ona, üstə gələndə 2'ni eləyir 32. Bu dəfə də ədədim kiçilir, olur 1. Təzədən deyir 1 böyükdür 0'dan, hə yoxlayır. Təzədən bu gəlir qalığını tapır 1. Yenidən bu 32'ni vurur ona, üzərinə gəlir 1'i. Bu da bərabər olur 21'ə. Ədədi də böləndə eləyir nə? 0. 0 0'dan böyükdür, yox. Dövr nə oldu? Bitdi. Bu da bizim ədədimizi neyinir? Ədədi kiçilir. Dövr bitəndən sonra gəlir while-a. Artıq ədədi tapıb və append eləyir. Haram append edir B siyahısına. Nəyə əlavə edir? Tərsi. Tapdığı tərsi. Və sonda print o nəyə? B. Çalışdıraq yoxlayaq. Burada Mr. var. Buraya bakalım. Hə, while'da mən tövrü yazmamışam. I böyükdürsə 0'dan. Gördüğünüz gibi 321, 654, 987 həmin ədədləri neydi? Tərsinə yazmış oldu. Bunu reverse-də yazmaq mümkün. Yəni istənilən biz testlərdə ən çox bu üsuldan görürük. Bu üsuldan görürük. Ona görə də abituriyentlər bu üsulu daha tez götürürlər. Çünki ədədə ona vurup üzərinə qalğa gəlməyə aid olan testləri daha çox istifadə. Keçək növbəti suala 165-ci suala. Sözlərin arasında bir boşluq simvolu olan mətn klaviaturadan daxil edilir. Tam klaviaturadan Azərbaycan Respublikası daxil edilir və mətnin hər bir sözündə istifadə edilən A simvollarının sayını boş N siyahısına əlavə edərək. Tutalım ki, yəni burada biz Azərbaycan sözündə neçə dənə A var, Respublika sözündə neçə dənə A var, onun
sayını tapacaq. Biz də bilirik ki, sözlərə müraciət etmək üçün biz nədən istifadə edirik? Countdan istifadə edirik ki, həmin simvolların sayını tapaq. İndi demək biz həmin bu klaviaturadan daxil olmuş tutalım ki, bir en sətri verilib. Bunu biz necə boşluğa görə böləcəyik və siyahıya salacağıq. Siyahıya salmaq üçün biz nədən istifadə edəcəyik? Splitdən istifadə edəcəyik və sonra hər bir sözə ayrı-ayrı baxacağıq. Split eləyəndə bu da dırnağın içərisində yazılacaq. Respublikada ayrı dırnağın içərisində yazılacaq. Bu olacaq 0-cı element, bu da olacaq 1-ci element. Sonra isə nə edəcək? Biz 0-cı elementdən neçə dənə A var, neçə dənə respublikada A var, tapıb boş bir siyahıya əlavə etmiş olacaq. Gəlirik indi en bərabərdir input klaviaturadan daxil etdik. Sonra ne edirik? Buradan nöqtə, split, boşluğa görə, yəni bunun için bölsün. Sonra bir dənə boş bir siyahı əlavə edirik. For in s in müraciət edirik. Sonra da deyirik ki, bunu need append B-yə. Və nöqtə append eləyi nəyi? Count count daha doğrusu nöqtə count etsin nəyi? A'nı. A'nın mənə sayı lazımdır. Aha. Sonra print nə? B. Print B. Çalıştıram. Yazırıq. Azərbaycan Respublikası 2, 1. Ana. Şimdi yeni soru. Ana. Doğru mu? Kendisi. Görür ki birinci sözde 2 dənə A var. İkincide 1 dənə A var. Üçüncüde ise A yok. Belə. Keçirik növbəti suala. Klaviaturadan daxil edilmiş 4 rəqəmli müsbət tam ədədin rəqəmləri cəmini tapan bir proqram. 4 rəqəmli müsbət. Misal üçün ədəd daxil edirəm 4 rəqəmli. Tam 4562. Müsbət tam ədədin rəqəmləri cəm. 0, 1, 2, 3. Mən bunu sətir tipinə çevirərəm. Sətir tipinə çevirəndən sonra ne edəcəm? 0-cı element, üstəgəl 1-ci element, üstəgəl 2-ci element, üstəgəl 3-cü element və hər birində qarşısına yazacaq, int yazacaq. Çox sadə bir sualdır. A bərabərdir. Bir dəqiqə oradan tam edildiğim müsbət tam. Int input sonra A beraberdi setir A sonra da gelirim ne edirəm print edirəm print int A'nın 0-cı elementi üstəgəl int A'nın
Birinci elementi üste gel, int, A'nın ikinci elementi üste gel, int, A'nın üçüncü elementi. Çalıştıran nedir? Bunları biz her birinin ayrı ayrı yazıldı. A sıfırıncı element. Çok ki burada sert var. Sonra bunu biz başka bir sonuna da yazabiliriz. Tam ki minerik nədir, tordan istifadə edirəm. Buradakı dırnağın içərisinə alaraq bu ən asan üsuluydu. En bərabərdir. Info ədədi daxil etdik. Sonra həmin ədədi sıfır çevirdik. Sonra for in A müraciət edirik hər dəfə həmin sətrə. Burada bir dənə S də yazar. Cəmləmə işi görəcək. S bərabərdir 0. Sonra gələcəm S bərabərdir S plus int I. Bölümümüzdə bu şəkildə də istifadə edə bilərik. Çünki ədədə bir-bir müraciət edəcək. Misal üçün burada bir tam ki 450 23 4 rəqəmini demişdim. Gəldi bu sətr tipindədir. Biri götürdü, düşdü aşağıya. Tam tipə çevirdi və cəmlədi. Sonra 2'ni, sonra 3'ü və sonra 4'ü bu şəkildə yaza bilərik və bunu while-da yazmaq mümkündür. Ədədi qalğın tapıb cəmləmək. Qalğın tap və cəmlə. Və hər dəfə də ədədi kiçilt. Dövr sonlanana qədər. Keçək növbəti suala. 167. 2023-cü il mayının 1-də bazar ertəsini təsadüf edir. Klaviaturada mayanın tarixi daxil edilikdə bu tarixin həftənin hansı gününə təsadüf etdiyini. Biz bilirik ki, həftəmizdə 7 gün var. 7 gün var. Və misal üçün burada verib 16. 16 gəlib düşüb çərşənbə axşam. Biri bazar ertəsini təsadüf edir. Bəli, biri bazar ertəsini təsadüf edəcək. 16'sı. 16'nı bölürəm həftənin gününə. Qalığım nə qalır? 2, 7, 14. 14 çıxanda 16, 14 çıxanda 2. 2. 2'den de 1 çıxanda 1. Nədir? Giriş. Bizə bilir ki, bazar ertəsi
Pazar, ertesi. Sonra gelir çarşamba akşamı. Sonra gelir çarşamba, cuma akşamı bile. Bu da nömrəyinə bir sıfır, bir. Bu da gəlib düşür nəyə? Birinci çarşamba akşamı. Gəlin bunu biz program formasında. Tam ki A bərabərdir. Siyahıda yazıram. Pazar, ertesi, bu sıfırıncı. Sonra yazıram. Perşembe akşamı. Yazacağım. Çarşamba akşamı. Sonra kanalın içerisinde yazıram. Çarşamba. Sonra yazıram. Cuma. Cuma akşamı. Sonra yazıram. Kanalın içerisinde. Cuma. Sonra yazıram. Şembe. Sonra da yazıram ne? Pazar. Pazar. Ha, bir dakika. Daxil edəndən sonra günümüzü daxil edin. Gün, int, int. Günümüzü daxil edin. Sonra həmin günü gəlirik, deyinirik, tapırıq. Həftənin günlərinə bölür. Həftənin günlərinə bölür. Gün, nədir? Failimiz 7 çıxılmış 1. Print. Print nə? Buradakı olan gün. Print A. 1. Çarşamba. Orada ne demişler? 16 demişler. Çarşamba akşamı. Evet. Bir de çalıştıran bir yaza pazar ertesi. Kitapta olduğu için. Geçen 168. suala. 168. sualda nedir? A seansın klaviaturadan aralarda bir boşluk olmakla daxili ədədlər yaradılır. B bərabərdir input, A bərabərdir besplit. Qiymətləri tam ədədə çevirərək ilk rəqəmi 4 olanların cəmini. Aha. Evet, tutalım ki 456. Bu neçənci limiti? Sıfırıncı limit. Eğer sıfırıncı limitim 4'e bərabərdirsə, onda ne olsun? Onları rəqəmi olanların cəmini hesablasın. Bəli. Gəlirik yenə də B bərabərdir input B bərabərdir input B bərabərdir input daxil etdik. Sonra həmin deyil ki, bir dəqiqədə bir qayda. Sonra boşluq olmaq daxil edilen vardır. Aha, sonra biz bunu neye çevireceğiz? Bir siyahıya çevireceğiz. Split. Split boşluğa göre bölsün. Sonra gəlirəm for. Cəmləmək lazım olacaq. S bərabərdir
sıfır, for, in, b, bir baxsın və gəlib desin ki, əgərləri i'nin sıfırıncı elementi bərabərdirsə 4-ə, bərabərdirsə 4-ə, onda neynə? Evet, onu cəmlə s bərabər s plus int i, i print s. Aha, bir de baxaq. Tam ki siyahı verib və bir-biri ona müraciət etdik. Sıfırıncı elementi 4-ə bərabərsə və həmin ədədlərini cəmlə. Çalışdıraq baxalım. Deyim. 421, 123, 471. Enter. Bakın. 8. Bunda 1 yoktu. Üzülsün 4 yoktu. Bunda ilki 4'tü. Bunda ilki 4'tü. Cəmlədi 890.